Bugünkü birinci sorumuz trigonometrik tənliklərə aiddir. Verilib ki, 5 sinus kvadrat x üstəgəl 9 sinus x kosinus x üstəgəl 2 bərabər 0-a. Bu tənliyi bildiyimiz standart yollarla həll etmək çətindir. Ona görə də bəlkə də mümkün deyil. Ona görə də başqa bir yol tətbiq etməliyik. Burada ağlımıza ilk gələn nə ola bilər əslində? Forması kvadrat tənliyə oxşuyur. Ona görə də digər tərəfdə 0-dır. Vuruqlara ayırmağa çalışa bilərik məsələn. Amma əvvəlcə bu ikini ləğv etməyə çalışmalıyıq. 2-nin yerinə biz bu sual üçün məsələn yaza bilərik ki, bildiyimiz enlik nədir? Sinus kvadrat x üstəgəl kosinus kvadrat x bərabərdir 1-ə. Hər tərəfini 2-yə vursak nə olur? 2 sinus kvadrat üstəgəl 2 kosinus kvadrat bərabərdir 2-yə. İndi həmin o 2-nin yerinə mən 2 sinus kvadrat üstəgəl 2 kosinus kvadrat yazdım. Bu halda nə olur bizdə? 5 sinus kvadrat x üstəgəl 9 sinus x kosinus x üstəgəl 2 sinus kvadrat x üstəgəl 2 kosinus kvadrat x bərabərdir 0-a. İndi 2 sinus kvadrat burada var, 5 burada var. Toplayanda olur 7 sinus kvadrat x. Ortada nə var? 9 sinus x kosinus x və 2 kosinus kvadrat x. Burada nə diqqətimizi çəkir? Sinusun əmsalı 7, kosinusun 2. Toplayanda 9 verir. Deməli biz bu 9-u 2 və 7 olan hissələrə parçalasaq, ifadəni vuruqlara ayırmış ola bilərik. Yazıram 7 sinus kvadrat x üstəgəl 7 sinus x kosinus x üstəgəl 2 sinus x kosinus x üstəgəl 2 kosinus kvadrat x bərabərdir 0-a. İndi buradan 7 sinus x'i ortaqlıq çıxardıram. 7 sinus x nə qaldı burada? Sinus x üstəgəl kosinus x. Digər tərəfdən də 2 kosinus x'i çıxardıram. 2 kosinus x'i çıxardım. Qalır sinus x üstəgəl kosinus x. Görürəm ki, matrizənin hər ikisində də eynidir. Ona görə də bunu ortaqlığı çıxardığımda, matrizin kənarına çıxardığımda qalır sinus x üstəgəl kosinus x vur 7 sinus x. Burada nə qaldı? 2 kosinus x. Əgər hasil sıfırdırsa, onda vuruqlardan hər hansı birinin sıfır olması bizə kifayət edir. Yazıram ki, sinus x üstəgəl kosinus x sıfır olanda kosinus x'i digər tərəfə atanda olur, sinus x bərabərdir mənfi kosinus x. Digər tərəfdə də 7 sinus x bərabərdir mənfi 2 kosinus x. Bu tənliklərin həllərinin, bu tənliklərin köklərini tapıb birləşdirsək, əvvəlki yekun sualımızın həlli olacaq. Amma bunu necə həll etməliyik? Sinus x bərabərdir mənfi kosinus x yazılmışam. Burada hər tərəfi kosinus x-ə bölə bilərəm. Niyə? Çünki kosinus x-in 0 olmadığını bilirəm. Çünki kosinus 0 olsa, sinus 1-yə mənfi 1 olur və onun mənfisinə bərabər olmayacaq. Buna görə də rahat şəkildə kosinus x-ə bölürəm. Sinusu kosinus'a böləndə qalır tangens x bərabər mənfi 1. Eyni şəkildə burada da hər tərəfi kosinus x-ə böləndə qalır 7 tangens x bərabərdir mənfi 2. İndi tangens x mənfi 1-dirsə, x bərabər olacaq nəyə? Mənfi pi böl 4. Tangens 1-i pi böl 4-də, mənfi 1-i mənfi pi böl 4 qalır. Üstəgəl pi qalır. Bu tərəfdən də tangens x bərabər olur arc tangens mənfi 2 böl 7 üstəgəl pi n-lər. Burada tangens x yox, artıq x-ə kesmişim. Deməli, x-in ilk soru mənfi pi böl 4 üstəgəl pi k, digər isə arc tangens mənfi 7-də 2 üstəgəl pi n-lərdir. Yekun cavabımızda bunların birləşməsi olur. Deməli, bu sual üçün əsas atdım. Bu 2-nin yerinə 2 sinus kvadrat x üstəgəl 2 kosinus kvadrat x yazmaq idi. Ondan sonra vuruqları ayırmaya həll etmək olur. İkinci sualımızda bizə belə bir trapez verir, ABCD. Deyək ki, SH hündürlüyü ASH-ın sayəsinin SDH-ın sayəsinin nisbəti 16 və 9 olan hissəyə bölür. A ilə C-ni birləşdirəndə də CD hissəsinə perpendikulyar olur. Perimetr ACD 24-dür. Bizdən SH-ın uzunluğunu istəyir.
Biz bilməliyik ki, ACD əgər düz uzaqdırsa və CH hündürlüksə, bu hündürlük burada 2 dənə oxşar üçbucaq yaradır. Bunlar ACH və CDH-dır. Bura alfa desək biz, bura 90 alfa olur, bura yenə alfa, bura 90 alfa. Əgər iki oxşar üçbucaq sahələrə 16/9 nisbətində bölünürsə, bu mütənasiblik əmsalı K-nın kvadratıdır. Onda K-nın mütənasiblik əmsalı K, oxşarlıq əmsalı olur 4/3. Oxşarlıq əmsalı 4/3-dürsə, onda ACH-ın müvafiq tərəfi CDH-ın müvafiq tərəfinə nisbəti 4/3 olacaq. İndi mən AC-ni götürsəm, məsələn, AC böl. Burada birinci, ikincini götürdüm oxşarlıqda. Buradan da oxşarlıqdan birinci, ikinci hansıdır? C-dir. AC-nin CD-yə nisbəti onun da oxşarlıq əmsalına, yəni 4/3-ə bərabər olacaq. AC-yə mən desəm 4K, 4X deyək, K burada var onsuzda. CD onda olacaq 3X. AC 4X, CD 3X olanda avtomatik şəkildə AD hipotenuz olduğu üçün 5X olacaq. Perimetr bizdə 24 verir burada. Amma buradan toplayanda biz tapa bilirik ki 12x. 12x bərabər 24 olanda x bərabər 10 olacaq 2-yə. Deməli bizdə AC 8-dir, CD 6-dır, AD də 10-dur. Bizdən nə istəyir? Bu üçbucağın hündürlüyü. Hündürlüyü də tapanda düz uzaqda katetlərin hansını hipotenuza bölürük. Bu da deyirik 6 8 48 böl 10, yəni 4 10 8.